Beraber tərəfli, çarpaz ve uygun bucaklar. Yine bizim olan qalan bu bölmede bir tane qeydimiz var. Bucaklar eyni adlı olarsa, birbirine benzəyərsə, bu zaman beraber olur. Benzemezse bütün həndəsdə belə deyəcək. Cəmi 180 derece olur. Mesela burada 1 ve 3 birbirine beraberdir. 3 ve 5 beraberdir. 5 ve 7 beraber. Yani 1, 3, 5, 7. Ne oldu? Hemen bu şekilde 1, 3, 5, 7 birbirine beraberdi. 2, 4, 6, 8 de birbirine oxşadığı için bunlar da birbirine beraber olmuş olur. Mənə elə gəlir ki, aydın oldu. İndi gəlirik məsələn ad olarak adlandırıbdır. Deyir bir tərəfli bucaklar. Məsələn bir tərəfli bucaklar iki cür olur. Daxili bir tərəfli olabilir. Məsələn 4 ve 5 daxildədir ve bir tərəfdədir. Veya 3 ve 6 daxildə bir tərəfdədir. Biz ad olarak adlandırmağa ihtiyaç duymadan baxırıq ki 4 ve 5 biri toqquşdu, biri arıqdır. Deməli onda bir tərəfli bucaklar ne olur? Ne görürük? Görürük ki bir tərəfli bucakların cəmi 180 oldu. Veya 3 ve 6 gördük nedir? Deməli bunların cəmi 180 oldu. Veya xaricdə olub bir tərəfdə olan. Yəni adları bizim için önemli olmadı. Bir dənə qayda öyrəndik. Bucaklar birbirine benzəyərsə beraber olur. Eğer birbirine benzemezse yani biri arıq bucak, biri toppuş bucak olarsa cəmləri 180 derece olur. Mesela bir qayda diye çarpaz bucaklar. Mesela çarpaz bucak hansı olar? 1 ve hansı olacak? 1 ilə 7 xaricdə çarpazdı. 2 ilə 8 xaricdə çarpazdı. Ya biz buna qayda qeyd yazmaqdansa baxırıq ki birbirine benzəyirmi? Bəli. Deməli xarici çarpaz bucaklar beraberdir. Veya daxili çarpaz 4 ilə 6, 3 ilə 5 yani A ve B düz xətlərinin daxilində yerləşib ve çarpazdır. Deməli çarpaz bucaklar beraber oldu. Yani bunları qayda olarak hamısını ezberlemedik. Bir tane qayda yadda saxladıq. Bucaklar birbirine oxşuyursa beraberdir. Oxşamırsa cəmi 180 derece olur. 12. qaydamız. Bucaklarla bağlı bazı xassələrimiz var. Deməli biz birinci bu 12'de təzə bir ad koyacağıq. Bakın bu meseleye ben yeni bir ad koymak istedim. Deməli 12'ye diyeceğim ki zigzag meselesi. Ne diyeceği? Zigzag meselesi. Bak buna ben belə bir ad koymak istedim. Zigzagda sağ tərəfdə əmələ gələn bucakların cəmi sol tərəfdə əmələ gələn bucakların cəminə beraber olur. Mesela birincisi çok rahattı. Deməli x beraber olur A'nın yani alfa ile gammanın cəminə. Yani bu hərflərdir, önemli değil. Yani solda əmələ gələn bir dənə x olubdu. Sağda əmələ gələn A'nın alfanın gamma olub. Mesela bura baxırıq, diqqətli oluruq. Burada ne olacak? Sağda əmələ gələn x1, x2 ve x3 olub. Bakın x1, x2, x3'ün cəmi solda əmələ gələn y1 ilə y2'nin cəminə bərabərdir. Yani bu ikisi yəqin ki aydın oldu. Gelirik bu suala. Biz burada alfa ve gamma verip biz bunları uzada bilərik. Bu arada bir şey diyeyim. Həndəsənin canı nedir? Xətləri, falanları sağa, sola, yuxarı, aşağı uzada bilərik. Yani uzatıp nəsə bir yeni bir şeyler ala bilərik. Daha doğrusu aldığımız əvvəldən bildiyimiz sütun 5-6 dənə qaydadır. Onları yaxşı biləndən sonra xətləri uzadıb da nəsə ala bilərik. Yəni məsələn bu şəkli belə versə də biz bunu uzatsaq, bakın bunu belə uzatsaq, nə demişik? Demişik ki burada eğer alfadırsa bu yanı da alfa olacak. Gammadırsa mesela burası da gamma olmuş olacak. Yukarıdakini almış oluruz mu? Deməli x beraber olur alfa ile gammanın cəminə. Gelirik bu düstura. Dikkatli olun. Eğer bunu yani biraz soru uzada bilərik. Yani burada bir neçə əlavə düstur deyə bilərdik. Ama ihtiyaç yoktur. Deyirik ki eğer 3 tane olarsa bu şekilde 3 tane olarsa burada alfa, beta ve gammanın cəmi tam bucaq əmələ getirir. Yani 360 derece. Aydındır. Şimdi bu 4, 5 vesaire olarsa biz burada yeni qaydalar diyeceğiz.
Gəlin bu suallara baxaq. Deməli, doğrusu bunu mən başqa bir şey demək istəyirəm. Bu cür eləməyin tərəfdarı deyiləm. Bu doğrudur, səhv deyil, amma burada mən buna yeni bir ad qoymaq istəyirəm. Deyirəm ki, belə bir dipçək məsələsi deyəcəm. Doğrusu dipçək məsələsi. Hər il məsələsi. Tələbələrlə dava düşür. Deyirlər ki, mənə dipçəyə bənzəmir. Mən amma bunu dipçəyə bənzətmək istəyirəm. Tutaq ki biz bu dipçəyin içərisinə gül əkmək istəyirik. Bu gəlib bir dənə nöqtə üzərində dayanıb. Və həmin bu nöqtəni, yəni bu dipçəyə bənzətsəydi, bir nöqtə üzərində dayanıb və külək gəlsə bu dipçəyi yıxa bilər. Doğrudurmu? Ona görə biz nə edirik? Bu dipçəyin aşağısına bir dənə taxta vururuq ki, qoy dipçək yıxılmasın. Baxın, taxta vururuq və bizim cəmi bir dənə qaydamız var idi. Qaydamız nə idi? Demişdik ki, biri topboş, biri arıq olarsa, bu bucaqların cəmi 180 dərəcə olur. Ona görə buna misal üzərində izahlayıb daha yaxşı başa düşək. Məsələn, belə bir misal verilsə, ya bucaqların nə olmağı bizə çox da maraqlı deyil. Deməli, nə edəcək? Məsələn, buranı versin 110, buranı versin 130, burada versin x. Biz bunu dipçək məsələsi adından həll eləsək, aşağısından bir taxta vursaq, yəni bir daha paralel düz xətt keçirsək, nə baş vermiş olur? 130 dursa bura nə qədər olacaq? 180'e tamamlanması üçün 50 olacaq. Bu 110 dursa bura nə qədər olacaq? 70 olacaq. Deməli düz xəttin 180 olduğunu bildiyimiz üçün 70, 50 və x'in cəminin 180 olduğunu bilirik. Buradan da x bərabər olur 60 dərəcə. Əslində bu düsturla tapma olar, amma mən bu düsturu sevmirəm. Dipçək məsələsini belə yadda saxlaya bilərik. Keçək. Deyir ki, bir düz xətt üzərində en sayda nöqtə varsa, parçaların sayı, baxın bu düstura çox diqqət edirseniz, parçaların sayı n vur, n çıx 1 böl 2'ye bərabər olacaq. Bu şualarda da bizdə köməyimizə çatacaq. Ona görə çox diqqətli olun. Deməli n vur, n çıx 1 böl 2 olacaq. Davam edək. Düz xətt üzərində verilmiş nöqtədən n sayda şua çıxarsa, alınan bucaqların sayı da yenə eyni düsturla hesablanacaq. Deməli bir nöqtədən n sayda şua çıxarsa, n vur, n çıx 1 böl 2 düsturla hesablanacaq. Deməli n sayda nöqtə varsa bir düz xətt üzərində, parçaların sayı da n vur, n çıx 1 böl 2 olacaq. Bir düz xətt üzərində bir nöqtə götürmüşük, düz xətt üzərində. En sayda şua çıxarsa, alınan bucaqların sayı da yenə də n vur, n çıx 1 böl 2 ilə hesablanmış olacaq. Gəlirik belə. Burada iki sual tipi var. Deyək, düz xətt üzərində en sayda nöqtə verilərsə, şuaların sayı 2n olur. Bunu çox yaxşı yadda saxlayın. Əgər düz xətt üzərində n dənə, məsələn 5 dənə nöqtə verilibsə, şuaların sayı 10 dənə olur. Niyə? 2'ye vurmuş olacaq. Qeyd 4'ü yaxşı öyrənin. Qeyd 4 kitablarımızda çox da olmur. Ona görə qeyd kimi yazmış olaq. Çox gözəl bir sualdır. Deyir ki, saat və dəqiqə əqrəbləri, yəni qol saatından söhbət gedir, elektron saatdan yox təbii ki. Saat və dəqiqə əqrəbləri arasında qalan bucaq 11d çıx 60 s böl 2 olur. Burada d dəqiqəni göstərir. S isə nə göstərir? Saatı bildirir. Amma diqqətli olursunuz. Burada tutaq ki, x'i almışıq biz 185 dərəcə. Baxırsınız ki, cavablarda 185 yoxdur. Təbii ki, burada baxın saatı biz yumru düşünsək, baxın saatı belə yumru düşünsək, 185 dərəcəni almışıqsa, baxın 185'i məsələn tam gəlməsin də belə başa düşək. 185 dərəcə almışıqsa, bu bizdə məsələlərimdə yaxşı görünmədi. Gəlin tam o bənzəsin 185 dərəcə. Biri belə olsun, biri də nə olsun? Baxın biri belə, biri də buna tam yaxın olsun. Belə bir şeydir. 185. Deməli 185 bizdə bax bu bucaqdır. 185. Onda biz bunların arasında qalan bucaq cavablarda 185 yoxdursa, biz həyəcanlanmırıq. Bəs nə edirik? 360'dan çıxırıq
185. Yani burada alınan x eğer 180'den çok alınarsa biz tam bucaqdan yani 360'dan çıxacağıq həmin o verilən bucağı. Yani o da olacak bizim cevaplardan. Çok maraqlıdır. Keçdik. Əslində dərsimizdə 1-2 düstur xaric qalanların hamısını dedi. Onlara da gəldikcə deyərik. Gəlin izahlı suallara baxaq. Məsələn, burada heç misalın özünə çox baxmırıq. Gəlirik bura. Təm bölən veribdir. Deməli biz nə demiş oluruq? Baxın. Nə cür eləyə bilərik? Burada da yazıb ki, məsələn bura bir x yazsaq, bura y yazsaq, 60 dərəcə məlumdur və gəlib almış oluruq. Baxın, x yazaq, y yazaq və nə baş vermiş olur? Biz bilirik ki, x üstəgəl, y üstəgəl 60, 180. Onda x üstəgəl y nəyə bərabər oldu? 120'ye. Doğrudur. X üstəgəl y oldu bizdə 120. Və sonra nə almış olabilirik? Biz əlimizdə nə var? Əlimizdə bir dəfə var ki, baxın, 2x üstəgəl alfa bərabər nəyə? 2x üstəgəl alfa bərabər 180'e. Bu var əlimizdə. Bəs başqa nə var? Bir dəfə də var ki, bura diqqət edirsə çox önəmlidir. Y ilə A-nın cəmi 60'dır. Y ilə A-nın cəmi 60'dır. Başka yenə də bir şərtimiz var. Deməli, Y ilə A-nın cəminin 60 olduğunu bildik. Bir dəfə də 2x üstəgəl A-nın nə olduğunu bilirik biz? Nə olduğunu bilirik? Deməli, 180 olduğunu bilirik. Digər tərəfdən diqqət edəcəyimiz məqam nədir? Bura diqqət edin. Baxın, belə bir şey deyəcəyik. Deyirik ki, bax, burada olan bu 2y çarpaz olaraq bura keçdiyi üçün. Deməli, x bərabər 2y yazabilirik mi? Bilirik. Digər tərəfdən x üstəgəl y-in də bərabər 120 olduğunu tapdıq. Gətirib x-i yerine 2y qoysaq, 3y bərabərdir 120, y-i 40 tapdıq. Bizdən nə istəyir? Alfanı istəyir. Əla. Deməli, y 40'dır, x 80'dir. Onda biz baxırdıq ki, 80, bax bunlara 80 dedi. 80, 160, alfada qalacaq 20 dərəcə. Çox gözəl bir sualımızdır. Keçək, izahlı sualımız 2. Şəkildə verilib, bunları verib ki, A, B, C 128 dərəcədir. Deməli, ABC nə oldu? 128. Verib ki, bura ABC 128'dir. Deyir ki, BL şüası, BL şüası KBC'nin təm bölənidir. Sonra BK şüası ise FBC'nin təm bölənidir. BF şüası, BF şüası nəyin? YBC'nin təm bölənidir. BY şüası DBC'nin təm bölənidir. BD şüası da ABC'nin təm bölənidir. Deyir ki, LBC'ni tapın. Baş üstə. Gəlin belə bir iş görək. Deməli, ən birincidə KBC'nin təm bölənidirsə, biz bura 2A deyə mi? 2A. Yani AA olarak bölebilirik. Onda deməli BK doblenin təm böləni olduğu üçün 2A buradırsa, burada 2A deyə burada 2A dedim. Oldu bunlar 4A. Bu 4A'dırsa bu yana da təm bölən olduğu üçün 4A deyə bilərəm. Deməli bunlar 8A olduğu üçün bu yana da 8A deyə bilərəm. Deməli bunların cəmi nə oldu? 16A. Bu da 16A. Nə qədər oldu? 32A. Onda biz yazabilirik ki 32A bərabərdir 128 dərəcə. A ise bizdə bərabər olur 4'e. Deməli bir dənə balaca A'mız oldu 4. Bizdən LBC'ni istəyir. LBC. LBC bizdə nə idi? Elə A'nın özü idi. Doğrudur. A'nın özü olmuş olacaq. Devam edək. Üçüncü sualımız. Burada nə baş verir? Yenə dedik, burada biz xətləri uzada bilərik. Məsələn, mən olsaydım burada bu xətti uzada bilərdik. Bunu uzatsa nə baş verir? Bu 160'dırsa burada da 160 alınır. Doğrudurmu? Yəni olsa bunlar birbirine bərabərdir. Yəni eynidirsə bərabər görəcəyik. 160 var, 130 var, x-i tap deyir.
X olacaq 30 dərəcə. Niyə? Xaricdə olan bir bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabər. Yəni X-dən 130'un cəmi bizdə 160'ı vermiş olacaq. Gəlin izahlı suallar 4'ə baxalım. Deməli burada təm bölən veribsə, biz bunu x olarak bölə bilərik. Bax burada yazıbdır. X. Bunlara da y yazsaq nə baş verir? X-lə, bax bu X-lə bu Y-in cəmi 150 verir. Yəni bizim əlimizdə var ki, X üstəgəl Y bərabərdir 150. Bu var əlimizdə. Digər tərəfdən burada yazsaq ki, 180 çıx 2X. Buna 180 çıx 2Y yazsaq, bizdən ən sonda A, B, C-ni istəyir. Yəni bax bu bucağı istəyir. Baxın, bu bucağı istəyir. Bizim əlimizdə nə var? X üstəgəl Y-in cavabı, yəni cəm X üstəgəl Y bərabər olub 150. Yəni bu əlimizdə var. Deməli onda nə baş verəcək? Bunların cəmini toplayaq. Yazırıq 180 çıx 2X üstəgəl 180 çıx 2Y bərabərdir. Buradakı bizim sual işarəsinə. Doğrudurmu? Sual işarəsi nə olur? Deməli bizim əlimizdə bir dəfə var. Sual işarəsi üstəgəl X üstəgəl Y üstəgəl 150 bərabər 360'a. Biz əslində buradan bayaqdan tapa bilərdik. Biz demişik ki, X üstəgəl Y 150'dir. Deməli bunun yerinə 150 yazsaq, 150 plus 150 300 eləyir. Onda sual işarəmizdə qalacaq 60 dərəcə. Bərabər 60 dərəcə. Deməli əziz şagirdlər, bu qədər. Sizə uğurlar arzu ediyoruz. Videonu bəyənib paylaşıb yoldaşlarınızla bölüşməyi də unutmayın. Hər birinizə uğurlar arzu edirəm.